Adımın enerjisinin bugünkü işimə təsirindən danışmaq istəyirəm. Adımın hekayəsi mən doğulmadan illər öncə başlayır. Babam yuxuya gəlib və deyir ki, əgər qız nəvəm olsa, adını Aygün qoyarsınız. Anam isə təklif edir ki, gəlin Aygün yox, Aygül qoyaq. Yəni sondakı N hərfini L ilə əvəz edək. Bu isə təsadüf deyildi. Həmin dövrün tanınmış diktoru Aygül Qaradağlı anamın çox sevimli diktorlarından biri idi. Onun nitqi, səhnə mədəniyyəti, diksiyası, qadın olaraq görüntüsü anamın çox xoşuna gəlirdi və onun adını mənə qoymaq qərarına gəlir. Nitqə, Azərbaycan dilinə çox böyük önəm verilirdi. Hər insan çıxıb aparıcılıq edə bilməzdi. Aygül Qaradağlı isə anası və atası da diktor olan bir xanımdır. Onun atası Aydın Qaradağlı və anası Gültəkin xanım da diktor olublar. Bilmirəm, adımın təsirindəndir, yoxsa nədəndirsə, uşaq vaxtı həmişə xəbər aparıcılarını yamsılayardım. Ümumiyyətlə, veriliş aparan aparıcılara da xüsusi diqqət yetirirdim. Onların necə durduqlarına, özlərini necə apardıqlarına, danışarkən hansı sözləri seçdiklərinə diqqət yetirirdim. Bakıda doğulub böyümüşəm və danışığımda Bakı ləhcəsi bariz bir şəkildə özünü göstərirdi. Amma ədəbi dilə qarşı da həmişə xüsusi bir marağım olub. Evdə başqa cür, cəmiyyətdə isə tamamilə başqa cür danışırdım. Bunu şuurlu şəkildə idarə edirdim və mən o vaxtı bilirdim ki, evdə danışdığımız şəkildə cəmiyyətdə danışa bilmərik. Nitqə böyük önəm verməyimdə nənəmin də böyük rolu var, çünki o danışığa o qədər böyük önəm verirdi ki, televiziyada və radioda danışığı rəvan olmayan heç kəsi dinləmirdi. Zamanla öz nitqimin üzərində işləməyə başladım. 2020-ci ildə öz danışığımı daha da yaxşılaşdırmaq, onu biraz da cilalamaq üçün Diksiya Akademiyasında nitq dərslərinə yazıldım. Müəllimim tövsiyə etdi ki, mən özüm də nitq təlimçisi ola bilərəm. Təlimçi kursu keçdim, daha sonra isə öz proqramımı hazırladım. Hər kəsin nitq probleminin fərqli olduğunu nəzərə alaraq qrup dərslərinə deyil, sadəcə fərdi dərslərə üstünlük verdim. Hər bir şəxsin nitq probleminə uyğun tapşırıqlar hazırladım. 2021-ci ildən bu yana artıq 5 ildir ki, nitq təlimçisi olaraq fəaliyyət göstərirəm. Ancaq mən tələbələrimə təkcə düzgün danışmağı yox, onları danışarkən özlərini rahat hiss etmələrini də öyrədirəm. İşimin ən çox sevindirici tərəfi ondan ibarətdir ki, mənim nitq təlimlərimə qatılan tələbələrin kursdan sonra nəinki nitqlərinin, həyatlarının istiqamətini, baxış bucaqlarını, düşüncə tərzlərini də müsbətə doğru dəyişdiklərinin şahidi oluram. Əgər məni izləyən enerji koçları varsa, onların da fikri mənim üçün çox maraqlıdır. Sizcə adımın enerjisi bugünkü işimi təyin edib, yoxsa bu sadəcə bir təsadüfdür? Ya da təsadüf deyə bir şey ümumiyyətlə yoxdur?